Qaragöz yuvada tək idi. Yuxarıdan ağacın altında oynayan dovşanlara baxırdı. O da düşüb oynamaq istədi. Amma anasının sözlərini xatırlayıb ah çəkdi. Sonra yerdəki qozaları görüb öz-özünə dedi. Gedim yuvaya qoza daşıyım. Onda anam heç nə deməz. Bəlkə məni tərifləyər. Qaragöz yuvadan enmək istəyəndə sürüşdü. Yumbalana ağacdan xeyli aralandı. Bir kötüyə ilişib dayandı. Ayağa qalxıb ufuldadı. Elə bu vaxt gördü ki, ayı gəlir. Tez kötüyün arxasında gizləndi. Ayının əlində küp var idi. O, küpü bir kolun arasına qoyub öz-özünə dedi. Burada küpümü heç kim tapmaz. Balalarımı gətirib doyunca yesinlər. Bunu deyib ayı oradan uzaqlaşdı. Qaragöz kötüyün arxasından çıxdı. Öz-özünə düşündü. Görəsən bu küpün içində nə var? O, pəncələri ilə küpün qulpundan yapışdı. Onun içinə baxmaq istədi. Bu zaman küp açdı və içindəki bal yerə dağıldı. Qaragöz təəccüblə bala baxırdı. Birdən gördü ki, ayı ilə balaları gəlir. Qaragöz cəld gizləndi. Ayı dağılmış balı gördü. O, bərəlmiş gözləri ilə ətrafa boylandı. Var gücü ilə bağırdı. Mənim küpümdəki balı kim dağıdıb? Yəqin bu tülkünün işidir. Axmaq tülkü. Səni parça-parça edəcəyəm. Balalar dağılmış balı yeməyə başladılar. Ayı isə tülkünü axtarmağa getdi. Bunu görən Qaragöz yavaşca oradan uzaqlaşdı. Qaragözün anası onu yuvada gözləyirdi. O çox narahat idi. Birdən Qaragöz təngnəfəs yuvaya girdi. Anası soruşdu. Qaragöz, sən haradaydın? Axı demişdim ki, yuvadan bayıra çıxma. Balacanın qara gözləri yaşardı. O dedi. Bağışla ana, mən qoza yığmaq istəyirdim. Anası Qaragözü qucaqlayıb öpdü və dedi. Mənim sevimli balam, sən ehtiyatlı olmalısan. Qaragöz isə kədərli halda oturub fikrə daldı. Bunu görən anası soruşdu. Qaragöz, sənə nə olub? Niyə belə fikirlisən? Qaragözü ağlamaq tutdu. O, anasına ürəyini açdı. Ana, mən pis iş olmuşam. Ayının balını dağıtmışam. O isə elə bilir ki, bunu tülkü edib. İndi gedib onu parçalayacaq. Bu heç yaxşı olmadı. Tülkünü xilas etmək lazımdır. Ana ilə bala yuvadan çıxıb ayının mağarasına tərəf yollandılar. Qaragözlə anası meşə ilə gedirdilər. Birdən ayının nəriltisini eşitdilər. Tez səs gələn tərəfə yönəldilər. Gördülər ki, ayı tülkünün boğazından yapışıb bağırır. Sən niyə mənim küpümü aşırmısan? Niyə balımı dağıtmısan? Tülkü andaman edirdi ki, o balı görməyib. Qaragözün anası onlara yaxınlaşıb dedi. Ayı, əl saxla, mənim balamın sənə sözü var. Qaragöz cəsarətini toplayıb dedi. Mən balı dağıtmışam. Küpün içinə baxmaq istəydim. Əlim dəydi, küp açdı. Bağışlayın, istəyirsiniz sizin üçün bal toplayım. Ayı Qaragözə baxıb güldü. Sən bir bunun boyuna bax. Mənim üçün bal toplamaq istəyir. Amma yaxşı ki, boynuna aldın. Yoxsa bu yazığın boğazını üzəcəkdir. Sənin cəsarətin xoşuma gəldi. Nə vaxt istəyirsən mağarama gəl, səni bala qonaq eləyərəm. Ayı hardan biləydi ki, sincablar bal yemir.